gəlmişəm bura həftə sonumu istirahət etməyəm. Gəldi bu adam da burnumdan yəni gətirir. Bəyi, normal maşın saxladığımız yerdə durub deyir, burada maşın saxlama olmaz. Yaxşı, harada saxlayaq? Adam nə qədər nemes, nə qədər alçaq adam olar. Burada park eləmək olmaz. Harada park eləyək biz? Bəs şeydir, biz birinci dəfədir bura gəlmişik, biz uzaq yoldan gəlmişik. Yəni imkan varsa biz eləyək. Yəni yo, ya bu dəqiqə çıxırsınız, ya da polisə zəng eləyirəm. Ay eləməyən elə. Xoşluqla çıxın, ya da 2000 ödəyək sporsa, ya belə də çıxarsınız. Dedim, siz burada nə olaraq işləyirsiniz? Deyir, mən buranın meşəbəyiyəm. Dedim, sən buranın meşəbəyi deyilsən, sən buranın varsan. Başqa ölkədəsən, adam çox heç nə eləyə bilmirdi ya. Burada eləməyəcəm, mən gəlib başqa yerdə eləyəcəm. Lap acığa düşərəm elə, çıxaram buradan. Burada çox qorxusu yoxdur. Saxladım maşını, qoydum, orada elədim. Yəni, mənim dünya vecimədir. Polisi də gəlsin, cəhənnəmə. Dadibala dirəşərəm. Maksimum patoloji deportdur. Deportdan da qorxan oğlan deyirik biz. Avropada hər kəs salamlarınız olsun. Mən Seyfəddin və yenə bugünkü bir videomuzda Avropa meşələrini gəzəcəyik. Bugün yenə bir xüsusi bir yerdəyik, xüsusi bir məkandayıq. Mən Polşaya təzəlikcə gəldiyim zaman çox maraqlı gəldi ki, mənim evimə yaxın nə var, nə yox. O da ki, mən çox gözəl bir lokalizasiyada qalıram və bir dənə yer çox diqqətimi çəkdi. Onu da mən xəritədən tapmışdım. İlk öncə göstərim buralar necə bir yerdir. Çək buraların hər yeri çək. Yəni solu, sağı, meşə. Bu arada bura gəlmək üçün çox bu uzun yoldan yəni gəlmişik. Hələ bu qədər də bir yol gedəcəyik. Bu formada da üzü o tərəfə bir yol var. Burada təbii ki, piyada gəlməmişik, Mavişin hesabına gəlmişik. Hara gedirik, onu deyim. Yəni gedəcəyimiz yer çox mənim üçün yəni, çox maraqlı bir yerdir. Xəritədən tapmışdım, yəni yenə dediyim kimi şəklində indi buralarda olmalıdır, onu qoyacağım. Yəni hər zaman bura gəlmək istəmişəm. Sadəcə dediyim kimi evimə uzaq olduğu üçün düşünürdüm ki, bazar günü uzaq gələm, o da yəni piyada yenə gəlsəm çox bir uzun məsafə eləyir. Ona görə artıq maşınımız da olduqdan sonra bütün bizim artıq uzaq məsafələr bir o qədər uzaq deyil. Yollanacağıq yavaşdan ora və orada gözəl bir süfrə açacağıq. İmkanımız olanlar təbii ki, artıq yavaşdan tərpənək. Bu maşın sürəkli maşındır. Gəlmişəm elə yolla keçirdim, burada gördüm. Vişne ağacı var. Onu dedim yığım. Ama açığı hündürüydü. Çok hündürüydü. Böyle maşınla geldim çıxdım. Məhsul. Özü Porsche məhsul. Elə belə məhsul deyil. Bəh. Bundan biz küllü miqdarda dediyimdə, yəni yığa biləcəyimiz qədər yığacağıq. Yavaştan yollanırıq düz yola doğru. Yol düzdür, biraz kələk götürürdü bizim yəni maşının da altı yerə yaxın olduğundan maksimum stabil, az sürətdə gedəcəyik. Polşanın bu yaşıllığı, mənzərəsi, təbiəti çox adamı yəni cəlb edici, yəni bir atmosferi var. Yəni çəkir adamı ki, gəl istirahət elə. Məsəl üçün adamın çadırı ola, mən ümumiyyətlə kamp eləməyi yəni sevən adamdan da. Adamın çadırı ola, ata maşının arxasında artıq maşın da var, yəni elə bir problem də yoxdur. Çadırı qoydun, suyuvu, yeməyi, içməyi götürdün, getdin ya Allah meşəyə. Yəni bundan o tərəfə nə olsun? Meşələrə gəldik, çatdıq artıq. Həcəmətlərimizi götürək. Gedək. Zincirvari böyle maşının arxası tozla oldu, amma qorxusu yoxdur, yağır. Özümlə mangal gətirmişdim. Mangal da deyəcəm. Sağ olsun mənim özbək arkadaşlar düzəltmişdi. Bir də yüngülvari ləvazimatlar. Orada ətraflı baxarıq, nə var, nə yox.
Gözəl bir yer vardı orada. Oturmalıq bir yer. Gələcəyik ilk ora. İşi də belə bir yerdir. Ondan sonra burada maraqlı velosiped saxlamaq üçün götükdən yer düzəltdilər. Səliqəli formada təbiətdən heç də seçilməyən zibil qabı. Axşam burada bir dənə gözəl campfire gedər də burada. Burada aslında oturmalı yerimiz var idi. Onu göstərim dostlar. Səs-küydən də gördüyünüz kimi. Burada bizim polyak xala əmilərimiz olduğu üçün o tərəfə getməyəcəyik çox da. Burada ondan sonra yenə kötükdən qəşəng bir stol düzəldim. Mən göstərim. Maraqlı 6 nəfərlik. Hop. Standartlar uyğun. Burada dediyim kimi göl olmalıydı. Hal-hazırda hava şəraitləri isti keçdiyi üçün boşdur, qurudur yəni. Maraqlı yer. Buranın tam belə ətrafını çəkmirəm. Yəni narahat olmasınlar. Orada da hətta bilmirəm, bunlar gedəndən sonra göstərirəm yəni. Mangal da var idi orada. Daşdan düzəldilmiş. Mən məkanı hardasa buralardan bir yerə qoyaram ki, yəni onlara da narahatçılıq yaratmayaq. Hamı gəlsin. İstirahətin yüksək səviyyədə. Yavaşdan sizə də sizin üçün bir yuxarıdan bu mənzərəni göstərim. Tam olaraq burada şəklini yəni dediyim kimi qoyacağam. Orada tam olaraq hal-hazırda polyaklar gəlib istirahətə. Düşünürdüm ki, heç kim olmaz, amma yəni, onlar da gəliblər bugün bizlə bərabər istirahət eləməyə. Kaş yəni orada biraz su olardı, heç olmasa yarımçıq. Yəni təxmini oranın da dərinliyi bir 3 metr olar. Belə. Demək gəldik çatdıq ora. Oradan da yəni çatdırdım. Bir neçə görüntü ala bildim. Çatmışıq ora şeydir. Oranın meşəbəyi. Bəyi. Hə. Qayıdıb deyir ki, bəs bu yaxınlıqda park eləmək olmaz da maşını. Videoda da göstərəcəm. Vallahi gəldik qəşəng nədir onun adı? Səliqəli yolla, yol səliqəli deyil idi. Nəysə, bir də meşə yoldur, yəni başa düşmək olar. Gəlmişik normal maşın saxladığımız yerdə. Durub deyir, burada maşın saxlama olmaz. Yaxşı, harada saxlayaq? 10 kilometr uzaqda saxlayaq. Əlimizdə o qədər yük var idi da, yəni videoda da düşüb. O boyda yüklə gələk bura. Adam nə qədər nemes, nə qədər alçaq adam olar. Burada park eləmək olmaz. Harda park eləyək biz? Həqqi ciddiyəm. Məsafəni də orada çəkib qoyacağım. Yəni o boyda məsafəni biz gəlmişik. Dedim bəs şeydir, bəs biz birinci dəfədir bura gəlmişik. Biz uzaq yoldan gəlmişik. Yəni imkan varsa biz eləyək. Yəni bir dənə maşınla nə olası? Yo, ya bu dəqiqə çıxırsınız, ya da polisə zəng eləyirəm. Ay eləməyən elə. Ona yəni siz ben onu demişdim. Yəni burada alçaq adamlar var. Onu da qınamıram. O da işini görür. Amma bir məsəl üçün gör ki, yəni dilimlə deyirəm. Mən ilk dəfədir gəlirəm. Yəni nəzərə al. Biz də eləmərəm, bir səhv də eləmişik də. Yəni nə olar ki, yəni biz də insanıq da başa düşür. Yox, bu dəqiqə maşını çıxartmamışıq buradan, yoxsa polisə zəng edirəm. 2000 ödəyəsiz. Ya xoşluqla çıxın, ya da 2000 ödəyəsiz polisə, belə də çıxasınız. O boyda yolda nişanlar var, siz görməmişsiniz. Həm nişanı görmüşük, sadəcə bizim əlimizdə o qədər yəni, yük var da, biz onunla yəni, necə bura qədər gəlib çıxaq. Deyir, yox, bunun mənə aidiyyatı yoxdur. Dedim, siz burada nə olaraq işləyirsiniz? Deyir, mən buranın meşəbəyiyəm. Dedim, sən buranın meşəbəyi deyirsən, sən buranın varsan. Yəni, burada belə alçaqlar da var. O mənim bir dənə videom var idi.
Polşada 95% insanlar yəni mülayimdir. O 5% var ya, o 5%-in hamısı yəni xahiş edirəm nəzərə al. Yox, mümkünatı yoxdur polisə zəng elə. Dediyim elə sizin kimi özü də yaşlı adam idi. Videoda düşüb onu da göstərəcəm. Siz başqa ölkədəsən, adam çox heç nə eləyə bilmirdi ya. Durum mən ona da nə deyim? Polis gələcək, nə olub, nə baş verib? Bəs polisə deyəsən ki, bəs üzrü sana. Ona da girməyəcək söhbət. Yəni bu adam başa düşməyəndən sonra, bəlkə də polis mədəni adam olar, o da sual altında bir şeydir. O boyda yəni plan, tərtibat, fikirləşciniz, axırda hansısa bir yəni bu boyda planın içinə otursun da. Mən heç nə olmur, cəhənnəm burada polibomu nədir onun adı? 10 litr, 20 litr benzindən gedəcək, o mənim vecimə də deyil, amma adamın əsəbindən gedir. Mən gəlmişəm bura həftə sonumu istirahət etməyəm, gəldi bu adam da burnumdan yəni gətirir. Belələrinə də heç nə qazanmayacaq beləsi. Mən demirəm, mən hamı yaxşılıq eləməlidir, amma orada yəni o yaxşılıq eləsəydi, halbuki eləyə bilərdi. Ondan heç nə əskilməyəcəkdi. Yəni hər zaman yaxşı olmaq lazımdır. Əgər eləyə bilirsənsə yaxşılıq. Yəni yaxşılığı eləyə də bilmirsənsə, durub da yəni kiminsə nədir onun adı? Əsəbisinə toxunmaq, nəsə düzgün söhbət deyil də, nəysə. Mən yenə deyirəm, mən ziyanlı yoxdur. Mən burada eləməyəcəm, mən gəlib başqa yerdə eləyəcəm. Lap acığa düşərəm elə, çıxaram buradan, burada durub mən burada da eləyərəm. Mənim üçün qorxusu yoxdur. Saxladım maşını, qoydum orada elədim. Yəni mənim dünya vecimədir. Polisi də gəlsin cəhənnəmə. Dadibala dirəşərəm. Maksimum patoloji deportdur. Deportdan da qorxan oğlan deyirik biz. Heç nə. Allah şeytan lənət eləsin, yəni. Olan oldu, keçən keçdi, səbirli olmaq lazımdır. Yox, bunların əlindən mənə da İldə bir dəfə gəlmişəm, gəldiyim günü mən peşman edirəm. Sakit olmaq lazımdır, ən əsas. Bu boyda meşə var, bu boyda o meşənin o belə yekə-yekə ağaçları var. Nəysə, bu qədər. Konkret yəni, bayaq beyin çölmüşdü, dedim yox, mən vapşə çıxıb gələr də əsəbini cıvovladım. Aldım çipsidən. Əsəbi olanda biraz yeməliyəm ki, laf da əsəbi olmuyor. İndi gedirəm başqa yerə. Yəni dediyim kimi, meşədə nə qədər ağac varsa, mən onsuz da gəlib başqa bir yer tapacağam. Gedirik, görək başqa yerdə, harda, daha belə əvvəlkindən də daha bir qəşəng, gözəl, mənzərəli yer tapırıqmı, ya yox, bu ehtimalla tapacağıq. Polşa addım başı doludur, mənzərəli yer. Heç də uzun çəkməyən axtarışdan sonra başqa bir məkan tapdıq, gəldik. Burada sakit formada həm dincələcəyik, həm də işimizi görəcəyik. Ümidvaram burada da hansısa bir şərəfsizə rast gəlmərik. Belə bir göl qırağı bir yerdəyik. Biraz da bu mangal haqqında danışım. Bu mangalı mən bizim oteldə özbəylər var idi. Onlar düzəldilər. Qaynaq içində işləyirdilər. Özləri üçün əslində düzəltmişdilər. Onlar artıq başqa iş tapandan sonra getdilər. Mangalda mənə hədiyyə elədilər. Sağ olsunlar. İndi isə burada yüksək səviyyədə bir dənə şey düzəltməyə çalışacağıq. Odunlarımız da var. Quru və təmiz ağaclardan istifadə edəcəyik. Ocağımız hazır, şəraitimizi qurmuşuq. İş yoldaşım ördəyi bəsləyir. Ördək.
Oturma yerləri, mənzərəli yer. Salatımız, çörəyimiz, meşədən yığdığımız vişnədir, gilasdır, heç bilmədiyinə. Ətlərimiz burada, gözləyirik hazır olsun. İmkanımız çatanla aldıq. Gəldik həftə sonu istirahətimizi eləmək. Bir ildən sonra, yəni bir il ağır iş rejimindən sonra belə bir istirahət dəyər, gözəl, qəşəng, meşəli, göllü bir yerdə. Burada da ördəklərimiz yerində. Bir dənə də atalar sözü var, deyir, mərdi məzarı axtarmaqla deyil, o sənin cəbi öz tapacaq. Gəldi, günün ilk yarısı, bütün həvəsimizi öldürdü, bütün əsəbimizlə oynadı. Halbuki dediyim kimi yola verər, bilərdi, amma istəmədi. Evi yox, canı sağ olsun. Biz daha gözəl bir yer tapdıq və orada gəldik. Hər zaman da yaxşı insanlarla qarşılaşacağıq deyə bir şey də yoxdur, təəssüf ki. Və belə videomuzun sonuna gələk. Siz də hər zaman özünüzdən müğayət olun. Çalışın, əsəbləşməyin, öz canınıza ziyandır. Lənət şeytana deyək və həyatımıza davam eləyək. Hər birinizə uğurlar arzulayıram. Bu çətin olan həyatda mübarizə davam deyirəm. İnşallah hər şey yaxşı olar və hələlik.